Çaytikanı yağımız 250 ml qablaşdırmada və 100 ml qablaşdırmadadır. 100 ml 10 manat, 250 ml 25 manatdır. Ən çox istifadə olunur mədə problemlərində. Mədə yarasını qoruyur, qastriti rahatladır, bağırsaqları bərpa edir. Səhər ac qarnına bir çay qaşığı istifadə olunur. Dəri üçün faydalıdır. Dərinin yeniləri, dəri yanıqlarında, yaralarda sağaldıcı effekti var. Dostlar, quru çatlamış dərini bərpa edir, ləkələri azaldır. Omega 7 var tərkibində. Bayaq dedik, omega 3, 6, 7, 9 var tərkibində. Ürək damar sağlamlığı üçün xolesterin salmağa kömək edir, damar elastikliyini artırır, qan dövranını yaxşılaşdırır, qastriti rahatladır, dəriyə faydalar dedik, yanıqlarda və yaralarda faydalıdır və quru çatlamış dərini bərpa edir. Kosmetolojide istifadə olunur, dodaq baxımlarında, günəş yağlarında, günəş yanğınında, dəriyə parlaqlığı, canlılıq verir. Saç üçün də faydaları var, qadın sağlamlığı üçün də var, seliklik işarını bərpa edir, vaginal quruluqda istifadə olunur, ginekoloji problemlərdə köməkçi ola bilər, həkim məsləhəti vacibdir. Arıqlamada maddələr mübadiləsində kömək olur, yağların parçalanmasına kömək edir, ödəmi azaldır, beyin və sinir sistemində yorğunluğu azaldır, enerji verir, stresi azaldır. Necə istifadə olunur? Daxilə gündə bir çay qaşığı, xaricdən dəri və saç üçün salatlarda istifadə edilə bilərsiniz. Qızartma üçün uyğun deyil, lakin belə salatlarda istifadə etməyə, daxilə istifadə etməyə uyğundur.